Hazırda avtomobildə sənə adi görünən 3 detal, şüşə silicisi, təhlükəsizlik kəməri və hava yastığı vaxtilə mövcud deyildi. Amma məhz bu ixtiralar milyonlarla insanın həyatını xilas edib. Hər şey şüşə silicisindən başlayır. 1903-cü ildə Amerikalı Mary Anderson qarlı havada tramvay sürücüsünün daim dayanıb şüşəni silməli olduğunu görür. O düşünür ki, bunu avtomobilin içindən etmək olar. Nəticədə ilk mexaniki şüşə silici yaranır. O vaxt istehsalçılar buna ciddi yanaşmır, amma bu ixtira sonradan bütün avtomobillərin ayrılmaz hissəsinə çevrilir. İndi keçək təhlükəsizlik kəmərinə. 1959-cu ildə İsveçli mühəndis Nils Bohlin Volvo üçün 3 nöqtəli təhlükəsizlik kəmərini hazırlayır. Əvvəlki kəmərlər ya narahat idi, ya da effektiv deyildi. Bohlin'in sistemi isə həm sinəni, həm də beli qoruyurdu. Ən maraqlısı odur ki, Volvo bu patenti pul qarşılığında satmır. Məqsəd qazanc yox, insan həyatını qorumaq idi. Bu qərar tarixdə ən humanist addımlardan biri sayılır. Və nəhayət, hava yastığı. 1950-ci illərdə Amerikalı John Hetrick avtomobil qəzası keçirir və ailəsini necə qoruyacağını düşünür. Bu fikir onu qəza zamanı saniyələr içində açılan hava yastığı ideyasına gətirir. İlk patent 1953-cü ildə alınır, amma texnologiya yalnız 1970-ci illərdə real istifadəyə uyğun olur. Yəni bu 3 ixtira sübut edir ki, avtomobildə ən kiçik detal belə insan həyatını dəyişə bilər. Bəzən bir fikir milyonlarla taleyi xilas edir.